19-cu sualda mürəkkəb efirin 50 qram 20% natrium OH məhlulu ilə bəri başdan verilən 50 qramlıq məhlulun 20%-ni tapaq. Deməli 20% nə qədər eləyəcəkdir? 10 qram natrium OH, 10 qram natrium OH. 10 qram natrium OH isə mola çevirsək nü bərabərdir kiçik M bölünsün böyük M-dən 10 bölünsün 40 4də 1 bu deyilir 0,25 mol. Reaksiyasında molekulda 2 pirabdə olan alifatik bir əsaslı karbon turşusunun duzu. Deməli ki 2 pirabdə olan o deməkdir ki bir pirabdə bax bu funksional qrupdadır. Deməli digər hissəsi isə doymamış olmalıdır. Deməli biz hansı turşunu götürəcəksə artıq doymuşmu doymamışmı bunu bildik. Ona görə ümumi şəkildə yazırıq CnH2n çıx 1. Çünki 2 qat rabitə bir ədəd, yəni aşağı alkenlərdə deyək də, onlar da var. CnH2n çıx 1. CO turşu hissəsindədir efirin. O CnH2n üstə gələ bilsə spirt hissəsinə aiddir. Bunun dedik ki natrium OH ilə reaksiyası alınacaqdır turşunun duzu özləri də deyibdir və həmişə yadımıza saxlayırıq ki turşunun duzu alınır və CO natrium və CnH2 üstə gəl 1 OH. Deməli deyirdik ki biz tapdıq 0,25 mol natrium OH-la 27 qram duz alınıbdır dedi. 27 qram duz. Bizim də reaksiyamızda fikir verin natrium OH 1 moldur. 1 molla nə qədər duz alınacaq onu hesablayaq. Yəni sağdakı bu maddənin nisbi molekul kütləsini hesablayanda 14-in çıx, oksigenlər 32, üstə gəlinsin karbon 12, üstə gəlinsin natrium 23, 67 eləyir. 67-dən də birini çıxırıq. 14-in üstə gəlinsin 66 eləyəcəkdir. Deməli bunu hesablasaq 27-ni bölürük 0,25-ə 27 böl. Mən kənarda hesablayıram 108. 108 14-in üstə gəl 66-da da 66 bərabərliyin sağına keçəndə çıxırıq 42. 14 enimiz bərabərdir 42-yə, enimiz də bərabərdir 3-ə. İndi turşu molekulunda neçə karbon atomu var deyəndə cavabı həmən 3 götürmürük. Çünki C3, H5, COOH 3 dənə burada, bir dənəsi də burada. Biz cavabı 4 götürürük. Yəni 19-cu sualda cavab B variantı.